Mən deyərdim həyatda bəlkə də mən bu qədər həzan keçirməmişdim. Çünki burada eləşən hamısı şəhid analardır. Həqiqətən mənim üçün ağırdır. Allah haqqı mən bu şəhidlərimiz cavan keçiblər. Hamısının bir arzuları var idi. Həyatda həqiqətən Allah hamd olsun. Mən ağlayıram bəzən bu şəhidləri görəndə, şəhidləri cavanlarımızı görəndə. Sizin qarşınızda biz nə deyim, nə desəm heç nə deyə bilmirəm. Allah haqqı söz elə bir şeydir ki, heç bir söz o əvəz eləməz. Çünki onlar öz göz canlarını fəda veriblər. Bizim canımızda, vətənimizin uğrunda, bizlərin yolunda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamımızın qarşısında baş əyirəm özə. Allah and olsun. Quran hər birinizin qulluğundur. Elə bir ki, biz sizin evladınızdır. Allah'a and olsun. Allah hamımıza ömür versin. Allah and olsun. O birin ki, biz göz yaşıyla o həmişə şəhidlərimizi anırıq, qarşılıq. Allah sizə nə bilim, valla sizin qarşınıza ömrü boyu yox. Bəlkə nə qədər nəfəsimiz gəlir, baş əyirik. Allah sizə can sağlığı versin. Allah rəhmət eləsin. Çox sağ olun. Sağ olun. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah cavadı rəhmət eləsin, ruhu şad olsun. Vətənimiz uğrunda bizim canı fəda verib. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Hər kəsə məlumdur ki, bu günləri müharibə bitdikdən sonra oğlum Xocaman istiqamətində idarə etdiyi hərbi pikapla Tanqali ilə minəyə düşdü. Komandirləri ilə bərabər şəhidlik zirvəsinə ucaldılar. Əvvəla Allah bütün şəhidlərimizi rəhmət eləsin. Hamısı silaha sarılıb vətənin müdafiəsinə qalxdılar. Bütün şəhidlərimizin ruhu şad olsun. Mən bir ana olaraq onların qarşısında, müqəddəs ruh qarşısında baş əyirəm. Burada oturan dəyərli xanımlar var, dəyərli şəhid analar var. Onlar hər biri evindən bir qəhrəman yola salıb. Allah bu bütün analarımıza səbir versin. Şəhid balalarımızın ruhu şad olsun. Allah hərbiçilərimizi, əskərlərimizi qorusun. Bütün qonaqlarıma xoş gəldim deyirəm. Allah canlarına dəyməsin, ayaqlarına sağlıq, əllərinə sağlıq, ağızlarına sağlıq. Allah köməkləri olsun. Allah Elgün müəllimə də can sağlığı versin. Allah rəhmət eləsin. Bütün şəhid anası qarşısında baş əyirik. Bir kəlmə istə deyəcək. Bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah razı olsun. Allah razı olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Allah təala yerlərin nurla doldur. Amin inşallah. Amin inşallah. Allah rəhmət etsin bütün şəhərlərə, bütün analara səbir diləyirəm. Amin. Allah bütün ölənlərimizi rəhmət eləsin. Allah səbir versin ana. Allah cümləmizə səbir versin. Bütün şəhid analara. Canım qurban şəhidlərə. Amin. Allah razı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət məkanı, ruhları şad olsun. Allah Siniyyət bacıya, onun yoldaşına səbir, dözüm versin. Cəm şəhid analarına, cəm şəhid atalarına can sağlığı, uzun ömür versin ki, yaşasınlar, balaların yaşasınlar. Amin. Amin. Məqamları uca olsun, yerləri cənnət olsun. Analara Allah səbir versin. Amin. Allah razı olsun. Bütün şəhidlərimizi rəhmət eləsin, yerlərə cənnət məkan olsun. Allah çoxlu səbir versin. Amin. Cümləmizə şad olsun. Rəhmət Allah eləsin. razı olsun. qəhrəman oğullarımız. Allah rəhmət eləsin. Amin. Müşana cənnət olsun. Allah ruhun şad olsun. Amin. Allah razı olsun. Ruhlar şad olsun. Məqamları ucadan uca olsun. Nur içində yatsınlar. Ruhları həmişə bizdən razı olsun. Balalarımızın, hamısının. Cavad balamızın da ruhu şad olsun. Allah razı olsun. Bizə Cavadın 5-ci anım gününə yığışmışıq. Bizim körpə Cavadımızda. Allah onun məqamını ucadan uca eləsin. Allah Amin. bütün şəhidlərimizə. Amin. Allah yerini cənnət eləsin. Amin. Allah razı olsun. Siniyyət bacıya, onun yoldaşı, qardaşımıza Allah səbir diləyirəm. Allah bütün şəhidlərimizin məqamını ucadan uca eləsin. Amin inşallah. Şəhid analarına səbir versin Allah. Qazilərimizə də can sağlığı versin. Allah səbir versin analarına. Amin inşallah. Allah razı olsun. Allah rəhmət eləsin. Cavad balamızın alım
şad olsun, mekanı cennet, məqamı uca olsun. Zinnət bacımıza, Asif qardaşımıza Allahdan səbir diliyoruz. Sana balamız, evin bizə övladıydı, bir də oğul balasıydı. Zinnət bacı üçün biraz da çətindir, səbir diləyirəm. Zinnət bacı, Allah onu şad eləsin. Allah sizin ömrünüzə bərəkət versin. Qalan balalar üçün yaşamaq lazımdır. Allah ruhunu şad eləsin zavad balalar. Məkanı cennet. Allah razı olsun hər birinizdən. Allah səbir Bir versin. zəvat balamızın ocağına yığışmışıq. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Yerləri cənnət olsun. Bütün Azərbaycanda olan şəhidlərimizin müqəddəs ruhu qarşısında bir şəhid anası olaraq baş əyirik. Allah Taala analara, atalara, şəhidlərimizin yarlarına, onların əmanətlərinə uzun ömür versin ki, şəhidlərimizi yaşada bilək. Allah razı olsun. Allah kömək olsun. Allah bütün şəhidlərimizin qanımızdan, şəhidin cənnət eləsin. Cavab bağımız tanısında. Allah çəkə səvər versin. Bütün şəhid bağlı. Amin. Allah kömək olsun. Məkanların cənnət eləsin bütün şəhidlərimizin. Amin. Balalarımızın Cavad balamızın ocağına yığmışıq. Allah ruhunu şad məqamını söyləsin. Analara, atalara bol səbir versin. Can sağlığı versin ki, balalarımızı yaşadaq. Allah kömək olsun. Allah bütün şəhidlərin məkanını cənnət eləsin. İnşallah Allah balalarımızı İmam Hüseyndən ayrı salmasın. Bizləri də inşallah üzü ağ balalarımıza cənnətdə qovuşdursun. Amin inşallah. Amin inşallah. Allah Cavad balamızı rəhmət eləsin. Amin. Məkanı cənnət olsun. Amin. Yerdə qalanlara çoxlu səbir, dözüm versin. Allah kömək olsun. Bir Cavad balamızın yürüdüğünden geçmişiz. Allah Cavad balamızın vereceğini şad eləsin. Məqamını söyləsin. Allah seni Asif kardeşim var. Səbir dözüm versin. Ben de görürüm. Mustafa Samir, şəhid Samir Mustafa'nın anası Nuraniya 44 günün 40 günü döyüşüb balam Şuşada şəhid oldu. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ben de başlanıram namasıyam. Bugünkü günü Cavad balamızın 5-ci il dönümüdür. Zinnət anaya səbir diləyirəm, anaya artıya, şəhid analarına səbir diləyirəm, can sağlığı. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Dərd ortaq analar da yığılmışıq. Səbir diləyirik Zinnət anaya. Balamızın anasına, atasına səbir versin. Allah bütün şəhid analarına səbir dözüm versin. Bu şərəfli ağır yükü daşımaqda Allah özümüzə köməkçi olsun. Allah razı Amin inşallah. Allah razı olsun.